Demek, OTK'nın sonuncu sınavından bir sualı izah etmek istedim. Doğruda doğrunu, yanlışta yanlış aktarıq. 1. Burada bir numunenin birinci mısrasında metafor ve metonimiya var. Burada metafor var. Təbiətin sevməyi metafordur. Adam sevə bilər. Amma metonimiya yoxdur. Bu köçürmədir, istiarədir. Bir səhvdir. 2. Burada göz sevinir metafor. Çəmən çağırır metafor. İnsana məxsus xüsusiyyətlər burada köçürülüb. Çəmənin və gözün üstünə. Hər iki mısrada metafor var. Yanlışa baxırıq. Daş baxır metafor. Amma birinci mısrada təşbih yoxdur. Təşbih ikincidədir. Qaya qərinə kimidir. Burada birinci mısrada təşbih yoxdur. Bu yanlışdır. Yanlışa yazılıb. Deməli bunu düz götürürük. 4'e baxırıq. Yazın laləsi kimidir? Al yanaqların. Təşbih var. Benzetme var. Gül dodaq epitet. Epitet de var. Bu doğruya yazılmalıydı. Cevabımız 2, 3 olacak burada.